Salam dəyərli izləyicilər. Mən sizin hüquqi bələdçiniz və əmlak sahəsindəki ekspertiniz bugün sizlərlə hər bir əmlak sahibini birbaşa maraqlandıran, hətta bəzilərinizi narahat edə biləcək çox vacib bir mövzudan danışacağam. Əmlak sahibləri üçün yeni qanunlar. Əgər sizin bir eviniz, mənziliniz, torpaq sahəniz, obyektiniz və ya hər hansı başqa daşınmaz əmlakınız varsa, bu video sizin üçün kritik əhəmiyyət daşıyır. Bu dəyişikliklər sadəcə hüquqi terminlər toplusu deyil. Sizin mülkiyyət hüquqlarınıza, gələcək əməliyyatlarınıza və hətta ailənizin təhlükəsizliyinə birbaşa təsir edəcək real yeniliklərdir. Məlumatları tam şəkildə, diqqətlə dinləməyinizi rica edirəm. Çünki bir kiçik detalı gözdən qaçırmaq gələcəkdə sizə baha başa gələ bilər. Təəssüf ki, bəzi insanlar bu məsələyə yetərincə diqqət yetirmədiyinə görə ciddi problemlərlə üzləşirlər. Bu cür hallardan qaçmaq üçün indi kanala abunə olun və bu videonu bəyənməyi unutmayın ki, biz bu cür vacib məlumatları daha geniş kütlələrə çatdıra bilək. Əmlak sahibləri üçün yeni qanunvericilik dəyişikliklərinin mahiyyəti nədən ibarətdir? Necə idi və indi nə dəyişdi? Əziz dostlar, əvvəllər əmlak qeydiyyatı və onunla bağlı prosedurlar müəyyən mənada daha pasiv və ya vaxtaşırı yoxlamalara məruz qalan bir proses idi. Deyək ki, siz bir mənzil alırdınız və ya tikirdiniz, sənədləşdirməni bir dəfə aparırdınız. Sonra isə illərlə bu sənədlərə nadir hallarda toxunurdunuz. Əmlakınızın və ya torpağınızın məlumatlarında hər hansı bir dəyişiklik baş verdikdə, məsələn, əlavə tikinti, yenidən qurma, torpaq sahəsinin sərhədlərinin dəyişməsi və s. Bunu rəsmi şəkildə qeydiyyata aldırmaq, adətən yalnız əmlakı satmaq, bağışlamaq və ya miras qoymaq istədiyiniz zaman zəruri olurdu. Bir çox hallarda insanlar bu cür dəyişiklikləri illərlə rəsmiləşdirmədən yaşayırdılar. Bu sistem müəyyən çatışmazlıqlara malik idi. Birincisi, dövlət səviyyəsində əmlak kadastrının tam və aktual bazası yox idi. Bu da şəffaf əmlak bazarının formalaşmasına mane olurdu. İkincisi, sənədlər və faktiki vəziyyət arasındakı uyğunsuzluqlar tez-tez mübahisələrə və məhkəmə çəkişmələrinə səbəb olurdu. Üçüncüsü, bu vəziyyət əmlakla bağlı cinayətlərin, məsələn, fırıldaqçılıq hallarının sayını artıra bilirdi. İndi isə vəziyyət əsaslı şəkildə dəyişir. Yeni qanunvericilik müddaları əmlak məlumatlarının mütəmadi olaraq aktuallaşdırılmasını, müəyyən müddətlərdə yenidən qeydiyyatdan keçirilməsini və ya mövcud sənədlərə dair məlumatların elektron kadastr sisteminə daxil edilməsini zəruri edir. Məqsəd çox sadədir. Ölkədə vahid, şəffaf və tam əmlak kadastr sistemi yaratmaq, əmlak sahiblərinin hüquqlarını maksimum dərəcədə qorumaq və əmlak bazarına etibarlılığı artırmaq. Əgər əvvəllər bu daha çox istəyə bağlı idisə, indi bu bir öhdəlikdir və əməl edilmədikdə ciddi hüquqi nəticələr var. Artıq mən bilmirdim bəhanəsi keçərli olmayacaq. Çünki bu dəyişikliklər geniş şəkildə elan olunur və hər bir vətəndaşın məlumatlı olması gözlənilir. Qısaca desək, dövlət əmlak sənədlərinin və faktiki vəziyyətin daimi uyğunluğunu tələb edir və bu uyğunsuzluğun aradan qaldırılması üçün sizə müəyyən vaxt limitləri və prosedurlar təqdim edir. Ətraflı təhlil. Nələri bilməlisiniz? Kim narahat olmalıdır və kim yox? Əmlak məlumatlarının aktuallaşdırılması və yenidən qeydiyyatı. Əziz tamaşaçılar, yeni qanunvericilik hər şeydən əvvəl əmlak məlumatlarınızın dəqiqliyini və aktuallığını tələb edir. Bu o deməkdir ki, sizin əmlakınızla bağlı dövlət reyestrində olan məlumatlar onun faktiki vəziyyətinə tam uyğun gəlməlidir. Bu, təkcə mənzilin sahəsi və ya otaq sayı ilə məhdudlaşmır. Həm də onun təyinatını, sərhədlərini, torpaq sahələri üçün, kommunikasiya fətlərini və hər hansı digər əhəmiyyətli xüsusiyyətlərini əhatə edir. Kim narahat olmalıdır? Bu dəyişikliklər ilk növbədə aşağıdakı kateqoriyalara aid olan əmlak sahiblərinə aiddir. This is one. Köhnə sənədləri olan əmlak sahibləri. Əgər sizin əmlakınızın sənədləri Sovet dövründən, 90-cı illərdən və ya 2000-ci illərin əvvəllərindən qalma kağız formasındadırsa, diqqətli olun. O vaxt ki, qeydiyyat sistemləri indiki elektron sistemlərlə inteqrasiya olunmadığı üçün məlumatlar köhnəlmiş və ya tam olmaya bilər.
Məsələn, Bakının Yasamal rayonunda Sovetski adlanan ərazidəki köhnə evdə yaşayan 70 yaşlı Ayşə nənəni təsəvvür edin. Onun evinin sənədləri hələ 1980-ci illərdə verilmiş kiçik bir kağız sənədidir. Həmin vaxtdan bəri evin fasadında kiçik bir dəyişiklik edilib. Həyətyanı sahəyə balaca bir besetka tikilib. Əvvəllər buna heç kim fikir vermirdi. Lakin yeni qaydalara görə Ayşə nənənin bu sənədləri aktuallaşdırması, evin faktiki vəziyyətini qeydiyyata aldırması və yeni çıxarış alması vacibdir. Əks halda o gələcəkdə evinə dair hər hansı bir əməliyyat aparmaqda çətinlik çəkə bilər. Məsələn, evinə qaz xətti çəkdirmək istəyəndə və ya miras qoymaq istəyəndə. 2. Əmlakında qeyri-qanuni yenidən qurma və ya tikinti işləri aparmış şəxslər. Bir çox hallarda insanlar mənzillərində divarları yıxır, birləşdirir, balkonları otaqlara qatır, evlərinin həyətində əlavə tikililər inşa edir. Lakin bunları rəsmi sənədləşdirmirlər. Tutaq ki, Gəncədə fəaliyyət göstərən kiçik bir sahibkar Əli bəy özünə məxsus dükanın ambar sahəsini bir neçə il əvvəl genişləndirib, yaxınlıqdakı boş torpaq sahəsinin bir hissəsini də hasarlayaraq mağazanın ərazisinə qatıb. Bu dəyişikliklərin heç biri rəsmi qeydiyyata alınmayıb. Yeni qanunla Əli bəy bu dəyişiklikləri rəsmiləşdirməyə məcburdur. Əks halda ona böyük məbləğdə cərimə tətbiq oluna bilər və ya hətta qeyri-qanuni tikilini sökdürmək tələb oluna bilər. Məsələn, bu cərimələr minlərlə manat, bəzən hətta 10 minlərlə manat təşkil edə bilər. Həm də mülkiyyətin qiymətləndirilməsindən və dəyişikliyin miqyasından asılıdır. 3. Torpaq sahələrinin sahibləri. Xüsusilə kənd yerlərində və şəhərətrafı qəsəbələrdə torpaq sahələrinin sərhədləri tez-tez dəqiqləşdirilmədən qalır. Qonşularla şifahi razılaşmalarla torpaq sərhədləri müəyyən edilir. Lakin bunlar rəsmi sənədlərdə əks olunmur. Məsələn, Xaçmaz rayonunda yaşayan Fərid dayı atasından qalan 15 sot torpaq sahəsini illərdir istifadə edir. Qonşusu ilə torpaq sərhədi dəqiqləşdirilməyib. Sadəcə iki ağac arasında şərti bir xətt var. Yeni qanunvericilik Fərid dayıdan torpaq sahəsinin topografik ölçülərini yenidən aparmağı, sərhədləri dəqiqləşdirib kadastr xidmətində rəsmi qeydiyyata aldırmağı tələb edir. Əks halda o torpağının satışı, miras qoyulması və ya girov qoyulması zamanı ciddi çətinliklərlə üzləşəcək. Hətta qonşu ilə gələcəkdə potensial torpaq mübahisələrinin qarşısını almaq üçün bu addım çox vacibdir. 4. Paylı mülkiyyətdə olan əmlak sahibləri. Əgər əmlak bir neçə şəxsin ümumi paylı mülkiyyətindədirsə, hər bir payın dəqiq müəyyən edilməsi və qeydiyyata alınması kritik əhəmiyyət kəsb edir. Məsələn, 3 qardaşın atasından qalan 3 otaqlı mənzili var. Hər birinin 1/3 payı var. Lakin bu heç vaxt rəsmi şəkildə ayrılmayıb və mənzilin içərisində də real olaraq paylara bölünmə aparılmayıb. Yeni qaydalara əsasən bu payların dəqiq rəsmiləşdirilməsi və hər bir pay sahibinin hüquqlarının fərdi şəkildə qeydiyyata alınması lazımdır. Bu, gələcəkdə paylardan birinin satışı və ya girov qoyulması zamanı yaranacaq çətinlikləri aradan qaldırır və hər kəsin hüquqlarını təmin edir. Kim narahat olmamalıdır? Əmlakının sənədləri tam qaydasında olan, yəni son illərdə əmlakını rəsmi şəkildə alqı-satqı edən, miras alan və ya bağışlanma yolu ilə əldə edən şəxslər. Əmlakında heç bir qeyri-qanuni dəyişiklik aparmayan var. Torpaq sahəsinin sərhədləri dəqiq müəyyən edilmiş və kadastr xidmətində qeydiyyata alınmış şəxslər. Əmlakla bağlı bütün məlumatların dövlət reyestrində aktual şəkildə əks olunduğuna əmin olanlar. Bu cür şəxslər üçün ümumiyyətlə narahatçılığa əsas yoxdur. Lakin hər ehtimala qarşı sənədlərinizi bir daha yoxlamaq heç də pis olmaz. Hətta sənədləriniz yenidirsə belə, elektron bazada olan məlumatları yoxlamaq məqsədə uyğundur. Nümunə, ailəvi ev məsələsi. Tutaq ki, Bakının Pirallağı rayonunda hər biri 10 sot olmaqla 2 qardaşa məxsus yan-yana 2 torpaq sahəsi var. Bu sahələr vaxtilə ataları tərəfindən onlara miras qoyulub. Torpaq sahələrinin sərhədləri yalnız şifahi razılaşmalarla müəyyən edilib və sənədlərdə dəqiq koordinatlar göstərilməyib. Üstəlik, qardaşlardan biri Samir
öz torpaq sahəsində planlaşdırıldığından biraz daha böyük bir ev tikib və sənədləşdirmə prosesini sona çatdırmayıb, onun bunun nə vecinə deyib. Digər qardaş Elçin isə öz sahəsində əkinçiliklə məşğul olurdu və heç bir tikinti aparmayıb. Yeni qanunvericilik qüvvəyə mindikdən sonra hər iki qardaş əmlaklarını rəsmiləşdirməli olacaq. Elçin üçün bu sadəcə torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi və elektron reyestrə daxil edilməsi ilə bitəcək. Bu proses ona təxminən 200-300 manata başa gələ bilər. Lakin Səmir üçün vəziyyət daha mürəkkəbdir. O, qeyri-qanuni tikdiyi evi leqallaşdırmaq məcburiyyətində qalacaq. Bunun üçün əvvəlcə texniki pasportun yenidən alınması, sonra icra hakimiyyətindən icazələrin alınması və nəhayət tikintinin qanuniləşdirilməsi üçün cərimə ödəməli olacaq. Bu cərimələr tikilinin ölçüsündən və tikinti normalarına uyğunluğundan asılı olaraq minlərlə manat, məsələn 5.000-10.000 manat civarında ola bilər. Əlavə olaraq sənədləşdirmə xərcləri də təxminən 500.000 manat civarında olacaq. Əgər Samir bu addımları atmasa, evinə qaz, su, elektrik xətti çəkdirməkdə, onu satmaqda, girov qoymaqda və ya miras qoymaqda ciddi problemlərlə üzləşəcək. Hətta evin sökülməsi tələbi də irəli sürülə bilər. Bu nümunə dəyişikliklərin hər bir əmlak sahibinə fərqli şəkildə təsir edə biləcəyini və mürəkkəb hallarda daha ciddi nəticələrin ola biləcəyini göstərir. İstisnalar, tələlər və qeyri-aşkar nüanslar. Hər bir qanunda olduğu kimi, yeni əmlak qanunvericiliyində də müəyyən istisnalar, diqqət yetirilməli tələlər və ilk baxışdan görünməyən incəliklər var ki, bunları bilmək sizi bir çox problemdən qoruya bilər. 1. Kiçik təmir və kosmetik dəyişikliklər. Qanunlar hər növ dəyişikliyi rəsmiləşdirməyi tələb etmir. Məsələn, mənzilinizin divar kağızlarını dəyişdirmək, döşəməni təmir etmək, pəncərələri plastiklə əvəz etmək və ya santexnika avadanlıqlarını yeniləmək kimi kosmetik və ya mövcud konstruksiyaya ciddi təsir etməyən təmir işləri qeydiyyata ehtiyac duymur. Buraya daxili qapıların dəyişdirilməsi, divarların rənglənməsi, parketin təmiri kimi işlər də aiddir. Qanunvericilik daha çox daşıyıcı konstruksiyalara, əmlakın ümumi sahəsinə, planlaşmasına və təyinatına təsir edən dəyişiklikləri nəzərdə tutur. Yəni, bir divarı sökmədən, sahəni dəyişdirmədən və ya binanın fasadına ciddi təsir etmədən etdiyiniz işlər üçün narahat olmağa dəyməz. 2. Müvəqqəti tikililər və obyektlər. Bəzi hallarda insanlar öz torpaq sahələrində müvəqqəti xarakterli tikililər, məsələn, çardaqlar, kiçik anbarlar və ya müvəqqəti istixanalar inşa edirlər. Qanunvericilik bu cür tikililərin rəsmiləşdirilməsinə fərqli yanaşa bilər. Adətən fundamental quruluşa malik olmayan, sökülə bilən və ya mövsümi xarakterli obyektlər üçün qeydiyyat tələbləri daha yumşaq olur. Lakin bu, hər hansı bir tikilinin qeydiyyatdan azad olması anlamına gəlmir. Məsələn, ən adi bir metal konteyner belə, əgər o torpağa möhkəm bərk edilibsə və ya daimi funksiyası varsa, rəsmiləşdirilməli ola bilər. Burada əsas məqam tikilinin daşınmaz əmlak kimi qiymətləndirilib qiymətləndirilməməsidir. Daşınmaz əmlak hesab edilən hər şey qeydiyyata tabidir. 3. Yeni yaşayış binalarındakı vəziyyət. Yeni tikilmiş binalarda mənzil alanlar adətən daha az narahat olmalıdırlar. Çünki tikinti şirkətləri bir qayda olaraq bütün sənədləşdirmə proseslərini, o cümlədən texniki pasportların və çıxarışların alınmasını öz üzərlərini götürürlər. Lakin burada bir tələb var. Mənzili təhvil alarkən bütün sənədlərin tam və doğru olduğundan əmin olun. Məsələn, bəzi tikinti şirkətləri mənzilləri sahəsindən bir qədər fərqli göstərərək sata bilərlər. Yaxud sizə təqdim olunan planla faktiki mənzil arasındakı fərqlər ola bilər. Bu kimi hallar gələcəkdə sizə əlavə sənədləşdirmə xərcləri və baş ağrıları gətirə bilər. Yeni mənzillərdə də daşıyıcı divarların sökülməsi və ya qapı-pəncərə yerlərinin dəyişdirilməsi kimi ciddi yenidən qurma işləri qanunsuzdur və rəsmiləşdirilməlidir. 4. Müvəkkil tərəfindən idarə olunan əmlak. Əgər siz əmlakınızla bağlı məsələləri etibarnamə əsasında başqa bir şəxsə həvalə etmisinizsə, mütləq bu şəxsin prosesi düzgün və vaxtında apardığından əmin olun. Yeni qanunvericilik dəyişiklikləri
Bu cür hallarda da cavabdehliyi əsasən əmlak sahibinin üzərinə qoyur. Etibarnamənin müddətinin bitməsi, onun ləğvi və ya icraçının qeyri-vicdanlı hərəkətləri ciddi problemlər yarada bilər. Buna görə də müvəkkilin seçiminə xüsusi diqqət yetirmək və prosesin gedişatını mütəmadi olaraq izləmək vacibdir. Deyiş. Miras qalmış əmlakın rəsmiləşdirilməsi. Miras yolu ilə əldə edilmiş əmlakla bağlı sənədləşdirmə prosesi özünə məxsus nüanslara malikdir. Əgər miras qalmış əmlakın sənədləri köhnədirsə və ya orada qeyri-qanuni dəyişikliklər aparılıbsa, bu vəziyyəti mərhumun varisləri həll etməlidir. Məsələn, atasından Bakının mərkəzində Nəsimi rayonunda yerləşən bir mənzili miras alan Səbinə xanım mənzildə atasının sağlığında apardığı qeyri-qanuni yenidən qurma işləri ilə üzləşdi. Atası vaxtı ilə 2 otağın arasındakı divarı sökərək bir böyük zal yaratmışdı. Lakin bunu heç vaxt rəsmiləşdirməmişdi. Səbinə xanım mənzili öz adına keçirmək üçün notariusa müraciət etdikdə bu problemi aşkar etdi. İndi o əvvəlcə qeyri-qanuni yenidən qurmanı leqallaşdırmalı, müvafiq icazələri almalı və cərimələri ödəməlidir ki, sonra mənzili öz adına rəsmi şəkildə qeydiyyatdan keçirə bilsin. Bu proses həm vaxt aparan, həm də maliyyə xərcləri tələb edən bir prosesə çevrildi. Bütün bu nüansları bilmək sizi gələcəkdə potensial çətinliklərdən qoruya və vaxtınıza, pulunuza qənaət etməyinizə kömək edə bilər. Unutmayın ki, qanunlara əməl etməmək, necə olsa da olar düşüncəsi sonda daha böyük problemlərə yol aça bilər. Praktiki məsləhətlər. Nə etməlisiniz? İndi isə keçək ən vacib hissəyə. Siz əmlak sahibləri olaraq bu yeni qaydalar çərçivəsində konkret hansı addımları atmalısınız? Bu, sizin vaxtınızı və əsəblərinizi qorumaq üçün hazırladığım addım-addım təlimatdır. Addım 1. Sənədlərinizi yoxlayın və araşdırın. Bu, atacağınız ilk və ən vacib addımdır. Əmlakınızla bağlı bütün sənədləri, çıxarışı, kupça, texniki pasportu, torpaq sahəsinin planını, alqı-satqı müqaviləsini, miras şəhadətnaməsini və ya bağışlama müqaviləsini bir araya toplayın. Hər bir sənədin tam və qüvvədə olub-olmadığını diqqətlə yoxlayın. Sənədlərdəki məlumatların adınız, ünvanınız, əmlakın sahəsi, təyinatı və s. faktiki vəziyyətə uyğun gəldiyinə əmin olun. Xüsusilə köhnə sənədlərdəki kiçik yanlışlıqlar, məsələn, küçə adının düzgün yazılmaması, mənzilin nömrəsinin səhv qeyd edilməsi kimi detallar belə gələcəkdə problem yarada bilər. Əgər sənədlərinizdə hər hansı bir boşluq, çatışmazlıq və ya uyğunsuzluq varsa, bunu qeyd edin. Addım 2. Əmlakın faktiki vəziyyətini sənədlərlə müqayisə edin. Bu addımda siz sənədlərinizdə göstərilən məlumatları əmlakınızın real vəziyyəti ilə qarşılaşdırmalısınız. Mənzillər üçün. Plana əsasən mənzildə hər hansı divar sökülüb, yaxud əlavə divar tikilibmi? Balkon otağa qatılıbmı? Mənzilin sahəsi texniki pasportda göstəriləndən fərqlənirmi? Məsələn, bəzi yeni binalarda insanlar 2 mənzili birləşdirərək bir böyük mənzil yaradırlar. Bu cür dəyişikliklər rəsmi sənədləşdirmə tələb edir. Həyət evləri və torpaq sahələri üçün. Torpaq sahəsinin sərhədləri çıxarışda göstərilən sxemə tam uyğun gəlirmi? Qonşularınızla sərhəd mübahisələriniz yoxdurmu? Həyətinizdə çıxarışda qeyd olunmayan hər hansı bir əlavə tikili, qaraj, yay mətbəxi, ambar, talvar və s. Larva. Məsələn, siz həyətinizdə maşın saxlamaq üçün qaraj tikmisiniz. Lakin bu qaraj çıxarışınızda əks olunmayıb. Bu, qeyri-qanuni tikinti hesab edilir və rəsmiləşdirilməlidir. Addım 3. Müvafiq qurumlara müraciət edin. Əgər yuxarıdakı yoxlamalar nəticəsində hər hansı bir uyğunsuzluq və ya çatışmazlıq aşkar etmisinizsə, müvafiq dövlət qurumuna müraciət etməlisiniz. Azərbaycanda əmlakın qeydiyyatı və kadastr ilə bağlı əsas səlahiyyətli orqan İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətidir. Müraciət etmək üçün əsas yollar. 1. Şəxsən müraciət. Əmlak məsələləri dövlət xidmətinin ərazi idarələrinə və ya asan xidmət mərkəzlərinə şəxsən yaxınlaşaraq. 2. Elektron müraciət.
Xidmətin rəsmi veb-saytı emlak.gov.az vasitəsilə elektron xidmətlərdən istifadə edərək. Bu yol adətən daha sürətli və rahatdır. Nə qədər vaxtınız var? Yeni qanunvericilik müəyyən müddətlər təyin edir, lakin bu müddətlər hələ də geniş şəkildə elan olunur və bəzən uzadıla bilər. Buna baxmayaraq, son anı gözləmədən tez bir zamanda hərəkətə keçmək daha məqsədə uyğundur. Addım 4. Lazım olan sənədləri toplayın. Müraciətinizdən asılı olaraq sizdən müəyyən sənədlər tələb olunacaq. Şəxsiyyət vəsiqənizin surəti, əmlakın çıxarışının, kupçasının surəti, əmlakın texniki pasportunun surəti, əgər varsa, əmlakın planı, torpaq sahələri üçün, nikah, miras, alqı-satqı və ya bağışlama müqaviləsi kimi əmlaka sahiblik hüququnu təsdiq edən digər sənədlər. Əgər yenidən qurma və ya tikinti işləri aparılıbsa, bununla bağlı icra hakimiyyətindən alınmış icazə sənədləri, əgər varsa. Əgər yoxdursa, rəsmiləşdirmə prosesi çərçivəsində müvafiq aktuar tərtib olunacaq və cərimələr tətbiq ediləcək. Əmlakın faktiki vəziyyətini əks etdirən fotoşəkillər bəzi hallarda tələb oluna bilər. Ərizə forması yerində və ya elektron şəkildə doldurulur. Unutmayın ki, dəyişikliklərin xarakterindən asılı olaraq əlavə sənədlərdə tələb oluna bilər. Məsələn, paylı mülkiyyətdə digər pay sahiblərinin razılığı. Addım 5. Texniki ölçü və ekspertiza. Əgər əmlakınızda ciddi dəyişikliklər, sahənin planın dəyişməsi, əlavə tikinti və s. olubsa, əmlak məsələləri dövlət xidməti tərəfindən və ya lisenziyalı özəl şirkətlər tərəfindən texniki ölçü işləri aparılacaq. Bu ölçülər əmlakın faktiki vəziyyətini dəqiq şəkildə müəyyən edəcək və yeni texniki pasportun hazırlanması üçün əsas olacaq. Bu məqsədlə mütəxəssislər yerində yoxlama aparacaq, ölçülər götürəcək, fotolar çəkəcək və nəticələri rəsmi sənədləşdirəcəklər. Bu xidmətlər adətən ödənişlidir və əmlakın ölçüsündən və mürəkkəbliyindən asılı olaraq dəyişir. Məsələn, 100 kvadrat metrlik bir mənzilin ölçüsü üçün təxminən 100-200 manat, böyük həyət evləri və ya obyektlər üçün isə daha çox ola bilər. Addım 6. Cərimələr və dövlət rüsumları. Əgər əmlakınızda qeyri-qanuni tikinti və ya yenidən qurma işləri aparılıbsa, qanunvericiliyə uyğun olaraq cərimələr tətbiq ediləcək. Cərimələrin məbləği pozuntunun xarakterindən, miqyasından və əmlakın yerləşdiyi yerdən asılı olaraq dəyişə bilər. Bu cərimələri ödəmədən əmlakın rəsmiləşdirilməsi mümkün olmayacaq. Bundan əlavə, yeni çıxarışın və ya texniki pasportun alınması üçün dövlət rüsumları ödənilməlidir. Bu rüsumlar da adətən bir neçə 10 manatdan 100 manata qədər dəyişir. Məsələn, yeni texniki pasportun alınması 50-100 manat. Yeni çıxarışın alınması 20-50 manat civarında ola bilər. Addım 7. Yeni sənədlərin alınması. Bütün proseslər tamamlandıqdan, ödənişlər edildikdən və sənədlər təsdiqləndikdən sonra siz əmlakınızın yenilənmiş çıxarışını və ya texniki pasportunu əldə edəcəksiniz. Bu yeni sənədlər əmlakınızın faktiki və hüquqi vəziyyətinin tam uyğunluğunu təsdiq edəcək. Bu addımlar sizə mürəkkəb görünə bilər, lakin hər biri mülkiyyət hüquqlarınızın etibarlılığını təmin etmək üçün vacibdir. Unutmayın ki, qeydiyyatdan keçməmiş və ya sənədləri qaydasında olmayan əmlakla heç bir hüquqi əməliyyat apara bilməzsiniz. Nə satmaq, nə bağışlamaq, nə də miras qoymaq. Hətta bankdan kredit götürmək üçün girov qoymaq da mümkün olmayacaq. Nəticə. Hörmətli əmlak sahibləri, ümid edirəm ki, bugün danışdığımız məlumatlar sizin üçün faydalı oldu. Yeni qanunlar bir məhdudiyyət deyil, əksinə, əmlak bazarına şəffaflıq gətirən, hər bir vətəndaşın mülkiyyət hüquqlarını daha etibarlı şəkildə qoruyan və potensial riskləri minimuma endirən bir addımdır. Bu prosesə diqqətlə yanaşmaq və yuxarıda sadaladığım addımları vaxtında atmaq sizin gələcək maliyyə və hüquqi təhlükəsizliyinizin açarıdır. Gördüyünüz kimi prosesin bəzi mürəkkəb tərəfləri olsa da, bu addımları atmaq sizin üçün çox vacibdir. Mövzu ilə bağlı hər hansı bir sualınız yaranarsa, hansısa bir məqam qaranlıq qalarsa, rəy bölməsində öz fikirlərinizi və suallarınızı yazmaqdan çəkinməyin.
Hər bir suala bacardığım qədər ətraflı cavab verməyə çalışacağam. Unutmayın, məlumatlı olmaq sizi bir çox problemdən qoruya bilər. Bu videonu bəyənməyi və kanala abunə olmağı yenidən xahiş edirəm ki, bu cür vacib məlumatlar daha çox insanlara çatsın. Özünüzə və əmlakınıza diqqət edin. Gələn videolarda görüşərik.